Belə bir çatışmayan cəhətim var. Bir həftə disiplinli işləyirəm, bir həftə ümumiyyətlə disiplinsiz də deməyim, ümumiyyətlə işləmirəm. Yəni bu işləmək nəyi nəzərdə tuturam? Podkast dinləmək və yaxud da yeni bir dil öyrənmək. Məndə əslində yeni bir dil deyil, yaşadığım ölkənin dilin ən mükəmməl səviyyəyə gətirib çatdırmaq istəyirəm. Bu il yox, gələn il, çünki artıq bu il keçdi. Bu il də keçdi, yəni qaldı gələn il. Ona görə bunun üzərinə çox böyük addımlar atmalıyam. Hansı ki sistem qurmuşam ki, müəyyən qədər podkast dinləmək, həftədə 2 dəfə qrammatika dərsi, axşam evdə olanda ən az 2 səhifə kitab oxumaq. Məndə proqram var ki, orada sadəcə ödəniş eləməklə gün ərzində 1 saat bu dili daşıyan adamlarla söhbət eləyə bilsən. Və bir dəfə bunu yoxladım, çox xoşuma gəldi. Sadəcə ardın gətirə bilmədim maddi olaraq və yaxud da ki maddiyə düzgün nəzarət edə bilmədiyim üçün mən onun ardın gətirə bilmədim. İndi bunlar nə demək istəyir? Onu demək istəyir ki, bir dənə Telegram kanalı açıram və linki qoyacağım bura. Və orada etmək istədiyimiz şeyləri 21 gün ərzində sıxışdırıb etmək istədiyimiz şeyləri bir-birimizlə paylaşacağıq. Hansı ki bəzən ehtiyac duyursan ki, demək ki, mən səhər tezdən durmaq istəyirəm, amma bunu heç kimə hesabat vermədiyim üçün bəzi həftələr, hətta çox həftələr səhər tezdən qalxmırsan. Qalxmağa lüzum bilmirsən. Deyirsən, beləcəyəm. Biraz da və bu biraz olur. Tam 1 ay və heç bir şey əldə eləmirsən. Ona görə o Telegram kanalını açmağı qərarı alıram. Ümid edirəm bu video kiminsə qarşısına çıxarsa və həqiqətən buna ehtiyac duyarsa ki, həyatında nəsə dəyişmək istəyir və bunu yeni ildən sonra eləmək istəmir, sadəcə indi başlamaq istəyir. Əsas bünövrəni qoymaq üçün və hansısa bir insanlarla paylaşmaq istəyir. Bunu yaxınlarla eləmək istəmir. Bunu heç tanımadığı adamlarla sadəcə paylaşmaq istəyir ki, mən səhər saat tutalım 6-da qalxmaq istəyirəm və yaxud da ki, mən neçə ildir kitab oxumuram və yaxud da heç kitab oxumuram və bunu disiplinli şəkildə bu kitab oxumaq istəyirəm və vərdişə çevirmək istəyirəm. Ona görə belə bir Telegram kanalı açdım. Heç kim olmasa da yəqin ki, özüm üçün paylaşacaq bir şeyim olsun deyə açmışam əslində. Bunu da özüm üçün eləmişəm və ümid edirəm ki, orada sənin düşüncəndə olan insanlar toplana biləcək və artıq müəyyən qədər şeylər paylaşa biləcəyik.